deputat var, yaşda bir oğlan. Bir sözü hoşuma gelmedi mesela. Ben ona qatillik qələt edirsin. Benim fikrimcə uşaq pulu verilməli. Bir əmr vermək lazım ki, Ağdamdan gəlməmişdim bala. Dava. Qaydı Ağdama. Deputatın qazandığı namusunu evə apara bilmir, yəni maaşa. Sünni şiə məhzəb davası salmaq, nə Erdoğan'ın Türkiye xeyir verməz, nə də Azərbaycana xeyir verməz. Şah İsmail Azərbaycan xalqının ən böyük sərkərdəsidir. Dediler ki, Ağdamı da gedəndə evinizi tapa bilərsən. Dedim, it yiyib yiyəsin tapan ki, mən də it kimi yiyib həyətimizi tapacağım. Heç kəs inanmadı. Birbaşa getdim həyətimizi. Birbaşa getdim həyətimizi. Onun özdə heç kəs icazə vermirdilər qrupadan ayrılıb həyətdən. Mənə icazə hörmət elədilər, icazə verdilər. Getdim həyətimizi və tapdım. Yəni, nəyə tapdım da? Daş qalaqları. Mən indi Ağdama ilk köç olanda mən də müraciət edəcəm. Ağdamda bir-iki otaq olsa bəsdir. Xanımımla danışmışıq, xanımım da razıdır. Özü də əslində elə o deyib ki, köçək Ağdama. Həm də nümunə göstərək ki, deputat köçdü getdi Ağdama ailəsinin. Gedib Ağdamda yaşayacaq. Fatih Sultan Mehmet İstanbul'u fəth eləyəndə İstanbul Hristiyan şəhəri idi. Müsəlman yox idi ki, oradakı. Onda belə bir qərar verir, əmr verir ki, Bursa'nın kənarındakı Türkmen köylərini köçürdün İstanbul'a. Bu şəhər türkləşsin. Onda Türkmen bəyləri etiraz edirlər də. Çünki bunlar öyrənib meşə, çöl, çəmən, nə bilim, otlaq filan, tərəkəməçilik. Amma əmr eləyəndən sonra söz deyə bilmirlər və gəlirlər İstanbul'u eləyirlər müsəlman şəhəri. Yəni İslam, Türk şəhəri eləyirlər. İndi Ağdamada təbii ki, adamlar gedəcək. Bu dəqiqə mənə bir deputat kimi o qədər müraciət eləyən var ki, 3 kənd tikilib, ikisi istifadəyə verilib, biri yaxınlarda veriləcək. Adamlar köçəcəklər. Amma mən deyirəm ki, köçmək istəməyəni məcburi şəkildə köçürmək lazım. Bir əmr vermək lazım ki, Ağdamdan gəlməmişdim bala. Dava. Qaydı Ağdama. Qaydı öz evinə. Allah sənə ev veririk, rahat ev veririk. Get təsərrüfatına məşğul. Mən 70-ci ildə instituta girmişəm və Bakıda qalmışam. Amma 93'də Ağdamda bir bacım, bir qardaşım, o biriləri Ağdamda yaşamırdı. Ərə getmişdilər. Əri hardası işləyirdi, orada yaşayırdı. Bacım bir də atam qalmışdı. Atam qalmışdı. Onlar da bacımla qardaşım gecə düşəndə yaxında bizim kənd var. Bayat kəndi, Ağcabədi. Gedib orada qalırdılar, günüz qayıdıb gəlirdilər. Amma atam həmişə Ağdamda qalırdı. Düz işğal olunan gün atam işdə olmuşdu. Şıxbabalı kəndində baş mühasib işləyirdi, savxozda. Orada işdə olmuşdu. Gəlib Firedasın uşaqlar deyirlər ki, daha Ağdama giriblər. Ara yoldan Ağcabədiyə tərəf çıxartmışdılar. Yoxsa atam bilmirdi. Amma onu da deyim ki, atama bir tabanca vermişdim. Demişdim ki, qəfil erməni girər, səni əsir götürür. Sonra ölərik. O altını çəkə bilmərik. Amma erməni girən kimi özünü at, bilək ki, ölmüsən da, vəssalam da, rahat olaq. Biri var öyle, adam rahat. Biri var ki, əsir düşə, fikirləşən ona nə əzab verirlər, nə işkəncə verirlər, nədir, hardadır. Çox ağır məsələdir. Allah'a şükür ki, atam da özünü öldürməmişlər. Çünki uşaqlar gəlib çıxartmışdılar. Vallahi ilk yazımdan məşhurlaşmışdım. Amma deyək ki, mənə ən böyük şöhrəti gətirən Dolu roman oldu. 2005-ci ildə getdim, namizədliyimi verdim. Onda Ağcabədi Ağdam idi. İndi Ağcabədi Füzulidən deputatam. Getdim, öz kəndim idi. Mən həm Ağcabədiliyəm, həm Ağdam. Getdim, deputatlığımı verdim. Yəni siyasətə qoşulma yox. Cəmaatın, xalqın səsini parlamentdə demək üçün. Deputat körpüdür. Xalqın səsini parlamentə çatdırır, hökumətin sözünü də xalqa çatdırır. Yəni mən dərin siyasətçiyəm.
Onu deyə bilmərəm. Amma istər-istəməz qoşulmuşuq da, bu işə qoşulmuşuq. İndi 20 ildir ki, deputatam. Amma hər halda bacarmışam ki, xalqın sözünün səsini parlamentdə çatdıra bilim və çox bacarmışam bunu. Deputatdan istək çox olur. O da telefon var, açsam 100 mesaj oxuyarsınız ki, biri deyir dərman pulu, biri deyir çörək pulu. Belə adam, bəziləri də yalandan yazır. Yəni, deputatın qazandığı namusunu evə apara bilmir, yəni o maaşa. Amma deputat yüksək maaş alır, onun ailəsini dolandırır. Və iki oğlum var, ikisi də işləyir, onlar da müəyyən maaş alır. Yəni, bir yerdə yaşayırıq, oğlanlarımla, onlar ailəlidirlər, hamımız bir evdə yaşayırıq. Mən heç vaxt maaşdan gilə eləməmişəm. Bəs sən nə qədər alırsan? 1000 manat. Sən nətər dolanırsan? Mən 5300 manat. 5300 manat alırıq. Onunla dolana bilmirəm. Yox, yəni səyyadın o sözündən razı deyiləm. Yəni, mən bahalı maşında gəzmirəm. Əvvəllər parlamentə 07 ilə gedirdim. Sonra oğlanlarım da deyir ki, hamı da orada bahalı maşından, hamı bana baxırdı ki, niyə maşını dəyişmirsən? Ya oğlanların deyir, daha utanmırsan, onunla gedirsən. Hətta sonra qaynanənin bir maşını vardı, qapısını açıq qoyur, kim uğrasın, o da mənə qalmışdı. Onun da şəklini çəkmişdilər ki, Aqil Abbasın gələcəyi maşın. O da bir cırıq maşını idi, deyək. Yəni, mənim üçün maşın insanı A-dan Z-yə aparan, B-yə aparan bir vasitədir. Yəni, cəhd-calal saymamışam heç vaxt maşını. Çünki o maşında mən varamsa, o maşının cəhd-calalı özüməm. Özümü sevən adamım. O hansı maşında gəzməyimin əhəmiyyəti yoxdur. Deməli, köçüblər insanlar Xocalıya, yəni kətlərə köçüblər, onlara torpaq sahəsi ayrılmamışdı. Hansı monopolistə gedib orada 600 hektar bir, 200 hektar bir torpaq götürüb çalışır. Demişdim ki, belə şey olmaz axı. Kəndə gedən adam torpaq sahəsi olmalıdır. İnsan kətsi torpaqla yaşır, torpaqla dolanır. Heyvan sağlamalıdır, nə sağlamalıdır. O biraz mənə problem olmuşdu. Amma sonra da elə möhtərəm prezident mənim çıxışımdan 10-15 gün keçmişdi. Bir sərəncam imzaladı ki, köçən adamlara torpaq sahələri ayrılmalıdır ki, onlar orada əkin biçimlə məşğul olsun. Yəni, mən bunu demişdim, heç demə, o artıq elə bir sərəncam hazır imiş. Əvvəla deputatın işi nəsə tikmək deyil, mən tikinti briqadır işləmirəm. Yəni, nəysə, amma mən hansı rayonu təmsil eləmişəm, tutalım, deyək, Ağcabədini də, Ağdamı da eləyəndə. Məktəblər plana mən tikdirməmişəm, plana saldırmışam, su plana saldırmışam. Məsələn, Hindar kəndində mini bir futbol stadionu tikdirmişəm ki, 10 ildir xarabda olmur. Elə, o bilirsiniz də o Gəbəd onun yeri də, mini futbolun. Tikdirmişəm ki, cəmaatın, uşaqlar gəlsinlər burada oynasınlar. Doğulduğum kətdə kitabxana tikdirmişəm öz hesabıma. Hələ deputatlıqdan çox qabaq. Füzul adına kitabxana tikdirmişəm, önündə büs qoydurmuşam. Yəni, faksa, belə şeylər. Və xüsusən məktəblər. Yəni, öz kəndimizdə məktəb yoxdur. Mən oxudum, doğulanda oxudum məktəb. 52-ci ildə, 53-də tikilmiş bir kərpic bina idi. Onu sökdürdü, Heydərlə fondu, onun yerində bir gözəl məktəb tikdi. Yəni, başqa bir kətdə də, bir neçə kətdə Heydərlə fondu məktəb tikib. Yəni, mən xahiş eləmişəm, müraciət eləmişəm, amma mən tikməmişəm, müraciət eləmişəm, məktəb tikilib. Mənim fikrimcə uşaq pulu verilməlidir. O, bu qanunu çıxardanda əslində allı qanunudur, bundan sui-istifadə elədilər. Məsələn, maaşı yüksək adamın uşağına pul vermək lazım deyil. Əmən pulu imkansız adamın ailə uşaqlarına verilməlidir. Tutalım, mən 5000 manat maaş alıram, mənə uşaq pulu niyə versinlər axı? Amma kimsə 400-500 manat maaş alır və ya o da almır, sosial müavinət alır. O mənada o yaxşı qanunuydu, o da işləmədi, sui-istifadə halları yarandı. Amma mənim fikrimcə uşaq pulu verilməlidir.
bir-birini təkrar edən özəl kanallardır. Bir-birini təkrar edən verilişlər var, proqramlar var ki, burada da biri ərin qoyub qaçıb, biri arvadın qoyub qaçıb. Mən də dedim, arvad boğuşması verirlər bütün günü. Daha bütün gün açın, hər axşam baxasınız kanallarda. Belə şey olmaz. Bu millətin əxlaqına zərər vurur. Bizim, yəni Azərbaycanda neçə arvad ərin qoyub qaçar. Məsələn, olsun da 10 nəfər. Bu bütün 10 milyonluq xalqa şamil deyil. Amma onu göstərirlər dəfələrlə. O bir sürə o ərin qoyub qaçsa, mən niyə qaçmayayım? Bildinizmi? Özdə Avropa çalışır ki, bizdə ailə dəyərləri çox ciddidir, ailə əxlaqı. Xaricdən də pul buraxırlar, mətbuata da, filana da ki, bu ailə dəyərlərini dağıtsınlar. Ailə dəyərləri dağıdanda Azərbaycan olmayacaq. Buna ciddi sürətdə maya qoyanlar var. Çox təəssüf ki, televiziyalarda bilərəkdən, bilməyərəkdən bu şeylərə reyting xəttinə. Çünki evdə oturan kadınlar falanlar hamısı ona baxır. Uşaqlar ona baxırlar. Məsələn, sən çıx bir saat televiziya verilişində maarifçilik elə, kanalı söyləyəcək, orada arvadların davasına baxacaq. Əxlaqlı adamı heç kimi əxlaqsızlaşdıra bilməz. Amma hər halda milçək bir şey deyil, ürək bulandırır da. Belə təbliğat həqiqətən ailə dəyərlərini, bir evdə nə bilim 30 min adam evlənirsə, onun 10 mini boşanır. 10 minə 30% hər il statistikada göstərilir, 30-33% boşanma halları var. Bildinizmi? Bu da var. Yəni deyirəm ki, həmən proqramlarda həqiqətən insanlara köməkli uzadılır. Xəstələrə, kimsəsizlərə köməkli uzadılır. Məsələn, elə birini özümən deyim. Zaur Baxşəliyevə zəng elədim. Ağcabədidə bizim kətdə bir kimsəsiz ailə var, xəstədirlər. Mən həmişə onları gedirəm, axtarıram, tapıram, həkimdə, filanda. Gücüm çatan kömək eləyirəm ailəyə. Bir günləri istədilər ki, hansısa bir bazı. Mən Zaura zəng elədim. Zaur, bizim kətdə belə bir ailə var, özü də seyitdirlər. Onu xəstədirlər, kimsəsizdirlər, onlara nə kömək eləmək olar? Sonra bir həftədən sonra getmişdim kəndə. Mən tez-tez gedirəm kəndimdə. Kətdən çıxanda gördüm Zaur kollektivi ilə. Həmən adamı gedib tapıblar, sonra götürüb həkimə aparıblar. Ona nə müalicə lazımdır, yardım eləyiblər. Məsələn, mənə çox ləzzət elədi ki, mən deputat kimi zəng eləməmişdim Zaura. Mən dost kimi zəng eləmişdim. Yəni Zaura müraciət, ya ailəsinə də müraciət eləsəm, yəqin həmən olardı. Amma nəysə Zauru istəmişdi onlar. Mən də zəng eləmişdim. Yəni belə şeylər var. Eləyirlər də. Baxıram, hərdən axşamlar oturub baxıram. Görüm, təzə nə var. Görürəm ki, yenə kimisə xəstədir. Həkimləri yığırlar ora, çağırırlar. Onlar da təmənnasız insanları. Biri var müalicə əsas şeydir, amma deyək ki, əməliyyat üzərlərində əməliyyat aparırlar. Bahalı bir şeydir bu. Elə müalicə də bahalıdır, amma təmənnasız eləyirlər. Yəni, Ağdam işğal alınandan sonra beynimdə fırlayırdım bu romanı yazmağa. Ağdamın vəziyyətini, insanlarımı. Beynimdə istəyirdim. Bir 15 il fikirləşdim, yaza bilmədim. Yəni, alınmırdı. Yazmaq istəyirdim, gördüm, alınmır. Sonra bir qazi var, Elməddin Sərdar adında, Ağdamlı. Fired Asifin xalası oldu da. Fired Asif də tanımayan yoxdan o gəldi. Deməli, o 16 yaşında vuruşub. Gedib vuruşub 16 yaşında, yaralanıb eləyib. O mənə bir hadisə danışdı ki, bəs imarətin həyətində bir dostu ilə dalaşıblar. Camaat aralayıb, amma pis söylə ki, o deyir, sən öldürəcəm, bu deyir, mən də səni öldürəcəm, dolu filmində olan kimi. Bu hadisəni mənə danışdı ki, bəs sonra, 2 gün sonra Xoramur tərəfdə döyüşdə həmən oğlanı güllə ilə vurdu, güllə dəydi həmən oğlana, dalaşdığım oğlana, yanaşıb atışırdıq da.
Aldım deyir onu çiynime ki şeyin altından çıxardım, güllənin altından. Deyir elə yol boyu deyirdi ki, Elmədim, nə yaxşı güllamağa dəydi. Sağa dəysəydi elə biləcək elə mən vurmuşam. Nə yaxşı güllə mənə dəydi. Deyir, elə çinimin qucağımda da öldü. O mənə açar oldu, romanı bir ay yazdım, qutardım. Özdə qəribə idi ki, məsələn, romanı təyyarədə də yazırdım, sigaret kutusuna da yazırdım, salvetka kutusuna da. Yəni o müəyyən şeylər ki, yadımdan çıxmasın. Qəzetin qırağına da yazırdım, birdən kağıt tapıyorum. Sonra da gəldim, romanı yazdım. Roman da alındı. Romanın adını başqa cür qoymuşdum mən. O deyək, pələngin ölümünə görə ki, dünyanın ən gözəl ölüsü. Amma sonra bunu xanım oxuyan dedi ki, özüm də yadıma ki, Markesin bu adda əsəri var. Əsəri var. Əslində bu romanın adı Dolu olmalıdır da. Sən niyə bu dolunu qoyub qırağa gedib yapışmısan ondan? Romanda onu çox gözəl təsvirləmişdim. İndi filmdə onun hamısını vermək olmaz. O pələngin ölümünü çox gözəl, qəribə bir təsvir eləmişdim. Nəysə, ondan sonra Dolunu yazdım. Çox ondan qabaq da mənim yaradıcılığım elə bir ki, Batman Qılınc yazmışam. Qarabağın tarixindən, İbrahim xandan, Pənah xandan, Məmməd bəy Cavanşirdən, Qacardan və ilk dəfə olaraq Qacar Batman Qılınc romanında, mənim romanımda Qacar Sovet hökumətinin diləndirsə müsbət kimi verilib, sərkərdə kimi verilib, yiğit kimi verilib Qacar. Düzdür, əsrin əvvəlində Əbdülrəhim bəy Haqverdiyev Ağa Məhəmməd Şah Qacar adında bir dram var. Orada da Qacar müsbətdir. Amma sonraki əsərlərin hamısında Qacar mənfi, nə bilim, pis görkəmdə olan, Qacar gözəl bir oğlan olub, yiğit bir oğlan olub. Mən onun tarixini öyrənmişdim. Yəni, Batman Qılınc yazmışam. Çadır Düzey Razbəyev Dağıla Bilməz, yəni Qarabağdan yazmışam. Dolu Qarabağdan, Qiyamət Gecəsi çoxdur. Sonra sonuncu post, nə bilim, nə yazıramsa, Məmməd Azim bir məşhur şeiri var, deyir. Elə ki, qələm aldım əlimə, Araz gəlir dilimə. Mən də nə yazmaq istədimsə, gəlib Qarabağa bağlanırdı. O ağrıya bağlanırdı. Və amma mənim bütün yazılarımda, eləcə Doluda da, filmdə görmüşsünüz, yalnız qələbə ruhu aşılamışam. İnsanlara ki, qələbə salacağım. Biraz gezi tezi var, ruhdan düşməyin. İnsanları ruhdan düşməməyə çalışmıram ki, ruhdan düşməsinlər. Bütün yazılarım ona həsr oldu. Mənim heç ağlıma gəlməzdi. Əbülfəz Qarayev zəng elədi ki, bəs möhtərəm prezident sənin filminə pul ayırıb ki, ona senaryo yazmaq lazımdır ki, film çəksinlər. Böyle nazir idi, mədəniyyət naziri idi. Mən də əvvəla senaryo yazmamışdım. Bir-iki adama verdim ki, bunu senaryo eləyin, senaristlərə. Yazdıqları xoşuma gəlmədi, attım mənə, təzdən özüm yazdım. Ki, gördüm ki, mənim istədiyimi yazmayıblar. Yazdım, verdim, filmi də çəkdilər. Ayıbı adamın əlindən qələmi tutub alır ki, yazma. Sosial şəbəkələr var, qəzetlər var, mətbuat var, saytlar var. Yazda nə qədər etsən. Ayıbı deyir ki, yazma. Ayıbı sənin yaradıcılıq işinə məşğul olmur. Ayıbı da gedirsən, Ayıbı təqdimatlar eləyir, nə bilim, gənc ədiblər məktəbi var, gənclərə meydan verir, onlara da prezident təqaüdü bağışlayın. Prezident təqaüdü verir, yaşlılara da ki, əl tutsun, yəni belə şeylər eləyir. Əvvəllər Ayıbı ev verirdi, indi də o səlahiyyəti yoxdur, yəni evlər dövlət tikmir, özəl təşkilatlar tikir. Amma yenə görürsən ki, Ayıbı hərdən kiməsə kömək elədi, ev aldı. Ayıbı heç kəsin qarşısını kəsməyib. Əcdaha da ölsünün qarşısını kəsin. Ayıbı bir qeyri-hökumət təşkilatıdır. Sadəcə olaraq bütün qeyri-hökumət təşkilatları dövlətdən qrant aldıqları kimi Ayıbəyə də dövlət büdcə ayırır. Bundan başqa 4 qəzeti, jurnalları var ki, onun dövlət büdcəsinin hesabına dərc eləyirlər. Özdə onların hamısı qanarar verir. Məsələn, siz, biz, heç kəs qanarar vermir. Amma AYB-nin mətbu orqanları hamısı qanarar verir.
Heç kəsin də qabağını kəsmir. Bəzi adamlar elə mən git OYB-dən dur qıraqda yazda nə yazsan. Bir azad yazarlar ocağı təşkil eləmişdilər. Heç qeydiyyatdan desən keçirə bilmədilər. Git keçir, sən də birdən OYB yarat, sən də qrant al, sən də nəsə elə. Yəni OYB nə mənə zakaz verib, filan şey yaz. Yəni nə bir şeydir. OYB-nin üzvüyəm. 85-ci ildən. O vaxt Azərbaycan Yazıçılar İttifaqı deyildi. SSR Yazıçılar İttifaqı idi. Biz SSR Yazıçılar İttifaqının üzvü olurduq. Təbii ki, o vaxt. Amma indi OYB deyək ki, müstəqil bir dövlətin bir qurumudur. Və özü də dünyada deyək, belə qurumlar bütün ölkələrdə var. Onlar onun adını Yazıçılar İttifaqı qoymurlar, başqa bir nə qoyurlar. İndi mənim yadımdan çıxıb adları var. Ya Türkiyədə, indi Rusiyada qalıb hələ ki. Amma OYB heç kəsin qabağını kəsmiyor. Heç kimə badalaq vurmuyor. Gedin hər hansı jurnalına, qəzetinə bir material verin, çap eləyəcəklər, əgər səviyyəli materialdırsa. Birinci anar Azərbaycan xalqının pasportudur. Pasportu tez-tez dəyişməzdir. Pasportudur. Məsələn, bir dəfə Əski şəhərdəydik. Türk dövlətlərinin, ölkələrinin, hətta MDB-də Tataristanın, nə bilim, o bir ölkə respublikalarının şairləri, yazıçıları gəlmişdilər. Türk ölkələrinin Yazıçılar Birliyinə sədr seçildiler. Mən orada anarın böyüklüyünü bir daha gördüm. Özbəkistanın xalq şairi, nə bilim, Qazaxıstanın xalq yazıçısı anarın əlindən öpürdülər gəlib. Və anar yenidən sədr seçdilər orada. Yəni Azərbaycan xalqının pasportudur və anar da oturub işləyir. Özdə ətrafındakılar da hamısı cavanlardır. Rəşad Məcid, Çingiz Abdullayev də eyni yaşı biraz artırsa da Çingiz Abdullayev, Elçin Mirzəbəyli, nə bilim indi bəzisinin adı yadından çıxdı. Hamısı cavan adamlardılar. Onlar da cavanlarla işləyirlər. Cavanlar üçün xüsusi bir katiblik yaradılıb. Rəşad Məcid məsələn. Onlar gənclərlə işləyir. Yəni belə bir şey yoxdur. Hələ nə qədər ki, anar öz namizədliyini rəsul, onlara səs verir. Belə biraz xatirə povestlər falanlar, Ağdamla bağlı, köşə yazılar yazıram, Ağdamla bağlı. Yəni ki, yaddan çıxmaz. Niyə yazıram, niyə bunları? Ki, artıq 30 ildir doğulanlar Ağdamın xarakterini bilmirlər, Ağdamların xarakterini bilmirlər, xasiyyətini bilmirlər. Mən bunları yazıram ki, nəsillər oxusun ki, Ağdamlar, Qarabağ cəmaatının, təkcə Ağdamlar, Qarabağ cəmaatının xarakteri nədir, nə cür özlərini aparıblar, nə cür, bunları necə yaşayıblar, dost kimi, qardaş kimi. Bunları yəni bilsinlər ki, özləri də Ağdama köçəndən sonra o xarakteri mənimsəyə bilsinlər, olsunlar, mənimsəyə bilsinlər. Məsələn, mən bir hekayəm var, Camışbağa girdi gəl. Laçından bir kolxoz sədri, pullu bir kişi durur gəldi Ağdama, oğluna toy eləyəcək. Onda gəlib Ağdamdan aparırdılar. Rayonlardakılar gəlib Ağdamdan aparırdılar musiqiçiləri. Gəlir Ağdama və danışır, hamısına da ya yüksək pulla, amma deyir bir şərtim var, vertolyotla gələsiniz. Toya vertolyotda gələsiniz. Niyə? Deyir, Qorşu kəndin kolxoz sədri oğlunun toyuna muzikantlar, musiqiçiləri Mercedeslə gətirmişdi. Mən də onlarına lap vertolyotla gəldi. Hardan deyir, o vertolyotu mən tapacağım, öz işimdir. Saat falan da gələsiz Ağdam aeroportuna vertolyotsuz gözləyirik, gətirəcək Laçına bizim kəndən, sonra da qaytarıb gətirəcək geri. Və orada yəni o insanın xarakterini, yekəliyini, özündən razılığını, o cümlədən musiqiçilərin özündən razılığını, orada özünün xoşuma gələn bir yer var. Bir nəfər vertolyota minməyə qorxur. Amma təpəsinə qapaz vururlar, o da nağara çalan. Təpəsinə qapaz vurur, mindirirlər vertolyota. Vertolyot Ağdamdan qalxır, bu da götürmür, tez-tez qaytarır. Bir dəfə silirlər, iki dəfə silirlər. Axırda vertolyotunda pilot deyir ki, sən bir də qussan, səni atacam şeydən aşağı. Vertolyotdan atacam. Buladın vertolyotu. Və indi uşaqlar da soruşdu, qardaş, Laçına çox qalır.
Deyir, bu uğraşın bir dəfə qusmağa qədər. Bir dəfə də qusandan sonra Lasına satacaq. Və gətirir Lasına onları. Orada da bir ayrı şeyler var, epizodlar var. Ama her yer meşədir. Vertolyotu saxlamağa yeri yoxdur ki, düşsünlər. Vertolyotdan nərdivan salırlar ki, nərdivanla düşərsiniz. Nərdivanla. Hamısı düşür, o gene o nağara salan düşə bilmir. Gəlir, düşür ağacın üstüne. Vertolyot sürəm də götürür çıxıyor, qalır ağacın üstündə. Nə qədər illər deyir, düşə bilmirəm. Sədir deyir ki, sen orada salarsan nağaranı köpək oğlu. Və sonra gəlirlər, göndərirlər, yanğın söndürən gəlir, çıxır, onu yendirirlər ağacın başından. Yendirirlər və düşəndən sonra elə bilir o kişi bunu döyəcək Sədir. Kişi bunu qucaqlayır, ağlayır, deyir, başqa dönür. Sonra deyir, indi bir camış bağa girdi, çal. Çalın, mən oynayayım. O da ağır mahnıdır. Ona əsasən Gürcistanlı, Azərbaycanlılar sevir o mahnını. Amma Ağdamda da onu ağır kişilər oynayırdılar. Hər adam o mahnıya oynaya bilməz. Yəni ağır taxtalı kişilər oynayır. Nəysə, belə bir hekayədir. Əslində film olar ondan dahası. Mən onsuz da xalqın yadçıyam. Verərlər. Yəni bunun davasını apar. Amma mənim əməyimi möhtərəm prezident yüksək qiymətləndirib. Şöhrət ordeni verib. Birinci dərəcə, vətənə xidmətə görə birinci dərəcə orden verib. Əməkdar jurnalist verib. İndi Talib yaşayır bəlkə də, onu da verəcək. Amma hər halda əvvəl indi yox. Bilirəm ki, artıq xalqın yadçısıyam. O adı da verərlər və yəqin ki. Siyasi aləmdə niyə dost olmur ki? Dövlətlər arasındakı siyasətdə dost olunur. Hər bir dövlətin özünün marağı var. Kimlənsə münasibəti qurursa, öz marağı ilə qurur. Səhər də görürsünüz ki, onun marağı düzəlməyəndə ona görə siyasətdə dost olmur. O oradan gəlir ifadə. Yoxsa niyə olmur ki? Bir cavan deputat var, yaşda bir oğlandır. Bir sözü xoşuma gəlmədi, məsələn. Mən ona qatilin ki, qələt edirsin. Çayxanada. Hamı çalışdı ki, təhqir elədim, amma özümdən asıl olmadı. Dedim, o sözü səhv deyirsən, qələt edirsin. Amma o ondan incimədi. Durdu, mən öpdü, dedi, mən düzəyirsin. Dostumdur, özüm. Yəni ki, olur bəzən. Şah İsmail Azərbaycan xalqının ən böyük sərkərdəsidir. Yəni, tariximizdə böyük sərkərdələr olub. Məsələn, Nadir Şah, Əfşar, yaxud da ki, Ağa Məhəmməd Şah Qacar, yəni son zamanları deyirəm. Şah İsmail çox qüdrətli bir sərkərdədir və təmiz türkdür. Yəni, bizim deyək ki, müqəddəs saydığımız adamlara söz atanda, o təbii ki, bizim heysiyyatımıza doğunur. Biz atamıza söz atanda dava salmırıq mı? Ki, sən mənim atama nə söz? İndi bizdə adamlar var ki, onları özümüz ata kimi sevirik. Yəni, Şah İsmaili, Babəki, Qaçaq Nəbini. Amma öz içimizdən ara sıra tez-tez bu adamları nüfuzdan salmaya çalışırlar. Belə çıxır ki, Azərbaycan xalqında heç də böyük şəxsiyyətlər olmuyor. İndi bu amma Sani Erdoğan'ın dediyinə mən müzakirə eləmək istəmirəm. Gərək deməyədi, deyib də. İndi onu da gündəmə çıxartmaq, sünni şiə məzhəb davası salmaq nə Erdoğan'ın Türkiyə xeyir verməz, nə də Azərbaycana xeyir verməz. Yox, söhbətdə oturanda, yəni mənim tanıdığım adamlar hamısı Azərbaycanın dəlisidir, Azərbaycanı sevən adamlardılar. Yəni mən gedəndə onlarla oturub dururam. Xoş münasibət görmüşəm. Hətta tanımadığım adamlardan da o Azərbaycan, o Azəri qardaş. Amma bizim onlara olan sevgimiz qədər onlarda o sevgi yəqin ki yoxdur. Hələ yoxdur. Bir dəfərləri ziyalıları ilə oturmuşdum. Məlum olur ki, bunlar bizim şair və yazıçıları tanımır. Hamısı da şair, yazıçı, ziyalılardır. Deyirəm ki, biz Nazım Hikmət'i orijinaldan oxumaq üçün hamı Azərbaycanda Latin qrafikasını öyrənmişdi. Ki, onun
orijinaldan okusun. Öz yazdığı kimi olsun. Ama sizin hiçbiriniz bize sevginiz yoktu ki siz de Kiril elifbasını öğreneydiniz, bizim yazıları okuyaydınız, şairleri okuyaydınız. Niye eləməmisiniz? Mesela o boyda Türkiye'de 85 milyon ahalinin içinde cemi bir kadın da Ermeni şunas. O boyda Türkiye'de Ermeni şunas yoktur. Şimdi bizim Qafar gedib ora çıxmaqlı, Ermeni şunas oldu. Müəllim de orada. Yani hatta belə şeylerle de maraqlıdır. İmperial təfəkkürdə mən varam, biz varıq. Dünya bizden başlayır. İstanbul bizim elimizdədir. Vəssalam. Amma getdikcə mədəni əlaqələr, məsələn Azərbaycan yazıçılarının, şairlərinin məsələn Türkiyədə çox çap eləyirlər indi. Özü hamısı da oxunur. Hamısı da alıcıları var. Elə mənim özüm 5 kitabım çıxıb Türkiyədə. Yəni o cümlədən bütün hətta ən gənc yazıçılarımızın Türkiyədə kitablarını təmənnasız çap eləyirlər. Yəni mədəni əlaqələr genişləndikcə bunlar hamısı düzələcək. Birinci mədəni əlaqələr, mədəniyyətlər. Biz bilirsiniz, biraz fərqimiz var Türkmənin mədəniyyəti ilə bizim mədəniyyətdə fərq var. Məsələn, biz muğam sevirik, onlarda bu yoxdur. Ben futbolu möhkəm sevirəm, futbolu sevirəm. Əvvəl Neftçini sevirdim. Deyək ki, o Sovet hökuməti vatanımız Neftçini sevirdik. Sonra İnqilabdan sonra Qarabağı sevdim. Çünki Qarabağlıyam, həm də ki o komanda ilə çox ilişkilərim olub. Mənim uzun müddət. Elində də ilişkilərim var. Qurbanla da dostam, Xoca ilə. Dostum, futbolçularla da dostum. İndi mən də futbolu sevirəm. İstəyirəm Azərbaycanda da futbolu olsun. Azərbaycan da çıxsın beynəlxalq arenaya. Bir Qarabağ komandasıyla heç nə ola bilməz. Və Azərbaycan çempionatı güclü olmalıdır ki, bir 4-5 dənə Qarabağ komandası kimi komanda olmalıdır ki, bunlar rəqabət nəticəsində Avropaya çıxa bilsinlər. Bilirsiniz, mənim xətirlərinə dəyər desəm, məsələn, gedib Bayer ilə oynayacaq Qarabağ, ondan bir gün qabaq gedib Sabayer ilə oynayır. 3 gün qabaq. Düşür tempi Sabayer'in tempini. Bilirsiniz, gərək güclü komanda ilə oynayasan ki, bu şahmatda belə bir şey var, futbol da elə bir şey. Şahmatda zəif adamla şahmat oynamaq istəmirsən. Güclü şahmat ilə oynamaq istəyirsən. Yoxsa 2 dəqiqə udacağın adam ləzzət eləmir. Futbol da belədir. Uduzarsan da, ne? Amma yaxşı oynayıb uduzarsan. Oyun göstərib uduzarsan. Hamı qalib gəlməli deyil ki. Onda futbol olmaz. Amma gərək güclü komandalarla oynasan. Çempionatımız indi yavaş-yavaş özünü düzəldir. İndi də 3 komanda da gəldi, yəni 12 komanda oldu. 12, biraz da gələcəkdə 16 komanda olsa lap yaxşı olar. Komandalar güclənər. Bakşin Yeniseyi oxuyuram, Şərif Ağayarı oxuyuram, Uluca Akif oxuyuram. Sonra Seymur Baycan oxuyuram, Zahir Əzəmət oxuyuram. Sonra Qisməti oxuyuram. Çoxdur. İstedadlı uşaqlar, gənclər uşaq demir, istedadlı gənclər çoxdur. Gözəldir, kəramətin özü istedadlı olandır. Romanı da maraqlıdır, şeirdə. Biraz şeirdə ayrı şeylər yazır, amma romanı da deyəsən, çöl romanı deyəsən, axırda, maraqlı romanı. Hüseyin Şərif Ağayarda kolorit güclüdür. Var, istedadlı gənclər çoxdur. İndi bəziləri ola bilər, qəfil sualdı yadımdan çıxdı. Yəni, amma güclü istedadlı gənclik gəlir. Nobel siyasi mükafatdır. Onu Azərbaycana veriləcəyinə inanmıram. Nobel mükafatı almaq olsun, gərək millətinə söyəsən, dövlətinə söyəsən, bizim kimi kişi. Nəsə bir, nə eləyəsən, sən diqqəti cəlb edəsən ki, bu, nə bilim, nədir. Nobel, indi əvvəllər mükafatı o, indi siyasi mükafatdır. Nobel yalnız siyasətə qullaq edir. Kimə istəyirlər, ona verirlər. Ola bilər ki, Əkrəmə də demişdir, belə bir əsər yaz, Nobelə təqdim eləyək. Əkrəm də yazdı. Hamı görürsüz, vermədilər. Yox, kitab yandırmaq mənasız bir şeydir. Kitabı,
Hitler de kitabları yandırırdı Almanya'da, ne olsun. O kitaplar yanma da durur hemen eserler. Ekrem de güzel yazıcıdır. Çok maraqlı yazıcıdır, dili var, güzel dili var Ekrem. Ha. Ama gerek o daşlıqlar nədir, onu yazmayardı. Bizdən onu da yaza bilərdi. Amma orada deməli idi ürəyindəkilər. Məsələn, Azərbaycanlı erməninin evini niyə dağıtsın ki? O Azərbaycanlı evini dağıtmış ki, Ermənistandan köçüb gəlmişdi. Orada evlərini dağıtmışdılar, uşaqlarını öldürmüşdülər. Ayaqyalın başacıq durub, bunu da yazaydın da, kimlə? Durub Kəlbəcərin o dağlarından aşıb gəliblər, Murovdan aşıb gəliblər. Bu adamların hirsi oradan qaynaqlana bilər. Onu yazsaydı, daşlıqlar da əsər olardı. Məsələn, Rüstəm İbrahimbəyev de bir film çəkmişdi. Orada da yani bizi biraz başka tür göstermişti. Ya kıran eləyən, biz kimi öldürmüşük? Bir adam parmağın qatlasın. Ki biz bir erməninin başını kesmişik. Yani evini dağıtmışıq. O boyda Qarabağ azad eləmişik. Erməni yaşayan evlər, kətlər, şəhər olduğu kimi durur. Biz de girib dağıdardıq da. Əsərini də yaz, xoşuma gəlmir vəssalam. Amma Əkrəmin əleyhinə də yazı da yazmamışam. Çünki keçib gedir.